Bildiyimiz kimi pilotsuz uçuş aparatları GPS vasitəsilə istənilən koordinata uçuş həyata keçirilə bilir. Bu pilotsuz düzəltdiyim aparatın özü də eyni qaydada öncədən verilmiş koordinatlar üzrə və yaxud da uçuş zamanı verəcəyim koordinatlar, indi bu gedişatdan asılı olaraq təyin edəcəm bunu və təyinatı nöqtələrə getmək üçün GPS-dən istifadə edir qısası. Həmin GPS-i də mən korpusla birləşdirəcəm. Korpusla birləşdirmək üçün lazım olan deməli qurğu budur. Bu çox ağırdır, bunun çəkisi metaldandır, dəmirdəndir. Çox professional da belə deyək. Karbon fiber işləmələr üçün nəzərdə tutulub. Ancaq mənə bu hissə lazım deyil. Çünki aparatın o baş hissəsi bu hissədə əsas lazımdır ki, burada olsun. Ona görə də bunun altına içərdən yonacam. Tinkerkatda yığdığım bax bu detalı, həmin bu çöp, bu GPS-i tutan. GPS burada olacaq. Bu hissəyə daxil olacaq. Yəni onu iki tərəfli skosdan yapışdıracağam. Yəni necəsə axırı bərkitmə işi. Buradan da yəqin görünür GPS. Diqqətlə baxanda görünür. GPS bunun içərisindədir. Həmçinin də istiqaməti, oxu, şimalı, cənubu bildirmək üçün nəzərdə tutulur. Həmin qurğunu istehsal edir. Detal daha doğrusu. Neçə faizdir? 23% həll olub. 60% sıxlıqla verdim. 4 qram ümumi çəkisidir. Yaxşı nəticədir 4 qram.